Bu çəkilişdə çox fərqli, çox maraqlı bir avtomobil haqqında danışıram. 554 at güclü, tam ötürücülü, 6 yerli, 3 mühərrikli avtomobil. Ailə avtomobili, plug-in hibriddir. Söhbət Lynk & Co 09-dan gedir. Lynk & Co-nun tarixi böyük deyil. 2016-cı ildən bu markanın tarixi başlayır. Amma Çin nəhəngi ilə İsveçin qədim avtomobil markası Volvo'nun birgə layihəsidir. Və bu avtomobilin platforması da Volvo XC90'dır. Bir çox elementlər oxşardır, fərqliliklər kifayət qədər çoxdur. Onlar haqqında qısa-qısa detallara keçək. Avtomobilin dizaynı barəsində dizayn həmişə zövq məsələsi olub. Mənə biraz ailə avtomobili, elə məhz ailə avtomobili kimi gəlir. Çünki onun bütün elementlərində bir növ qayğıkeşliyi hiss olunur. Amma ümumilikdə kapot altında və arxada mühərriklərin gücünü toplayanda 554 at gücü ailə avtomobili üçün bu qədər gücə nə ehtiyacı var və ümumilikdə bu gücün olması realdırmı? Detallarda baxarıq. Yuxarıdakı işıqlar, gündüz işıqlardır, əsas işıqlar buradadır və işıqlar Matrix LED sistemindədir. Bu işıqlar ağıllı işıq sistemidir. Qarşıda gələn avtomobilin sürücüsünün gözünə işıq salmır, yolu daha yaxşı işıqlandırır və bu işıq sistemi müasir avtomobillərin premium segmentində istifadə olunur. Avtomobilin ön hissəsində radarlar, hər tərəfində belə radar kameralar görmək olar. Bu, məsələn, adaptiv kruiz sisteminin radarıdır. Məsafələr orada saxlanılır və qarşıda gələn avtomobillə məsafələri müəyyənləşdirmək, onu sabit saxlamaq mümkündür. Təkərlərin ölçüsü 275-45 R20-dir, kifayət qədər böyük təkərlərdir və hər təkərə güc ötürülür. Ön təkərlərə həm daxili yanma mühərrikinin, həm elektrik mühərrikinin, arxa təkərdə başqa bir elektrik mühərrikinin gücü ötürülür. Avtomobilin dizaynından, eksteryerindən maraqlı elementləri çox tapmaq, görmək mümkündür. Onlar haqqında danışmaq olar, amma ən maraqlısı görünməyən tərəflərdir. Onun platformasıdır, mühərrikləridir, batareyalarıdır. Bunlar haqqında danışmağa çox yer vermək lazımdır. Bu avtomobil brendinin hibridləri var və onun plug-in hibridi olması avtomobili EV rejimdə və yəni elektromobil kimi məhz bu versiyada 160 km hərəkətinə imkan verir. 40,1 kWh batareyalar alt hissəyə yerləşdirilib və məsələ buna görə də avtomobilin çəkisi kifayət qədər artıb. Ümumilikdə 2 ton yarıma yaxınlaşan bir çəki var. Biraz azdır, amma bu çəki kifayət qədər böyük bir çəkidir. Bu çəkini hərəkətə gətirmək üçün böyük gücə, torqa ehtiyac var. Sistemin ümumilikdə gücü 554 at gücüdür. Amma bunun 254 at gücü daxiliyama mühərrikinin payına düşür. Daxiliyama mühərriki 2 litr həcmindədir, turbo mühərrikdir. Daha sonra ön hissədə 136 at güclü, arxa hissədə isə 212 at güclü mühərrik var, elektrik mühərrikləri. Avtomobilin ön və arxa təkərləri hərəkətə gəlir və ümumilikdə sistemin torqu 844 Nm-dir. İndi fikirləşmək olar ki, ailə avtomobilində 554 at gücü nəyə lazımdır? Ümumilikdə hibrid sistemlər belə işləyir ki, o gücün hamısını vermir. Və bütün daxiliyama mühərriklərdə belədir, elektrik mühərriklərdə, batareyalarda əgər tam enerji varsa, o zaman bütün mühərriklər öz gücünü maksimum performansda verə bilər. Yox, əgər batareyalarda enerji bitibsə, deməli daxiliyama mühərrikinə daha çox güc düşəcək. Yəni bu avtomobil özünü batareyaların 40,1 kWh-lıq litium-ion batareyaların tam dolu vəziyyətində yanacaq işlətmədən 160 km məsafəni qət edə bilir. Daha sonra isə adi hibrid kimi hərəkət edir. 40,1 kWh-lıq batareyaları, yer gəlmişkən bu batareyalar Katel firmasının istehsalıdır. 3 variantda doldurma olar. Həm dəyişən cəryandan, həm də sabit cəryandan daha yüksək şarj stansiyasından. Deməli, əgər avtomobili sabit cəryandan 50 kWh-lıq stansiya ilə enerjiyə qoşursunuzsa, bu zaman 20%-dan 80%-ə qədər şarj 28 dəqiqə, yarım saata qədər vaxt aparır. Əgər ev şəraitində yenə stansiyadan enerjiyə qoşursunuzsa, bu zaman 7 saat təxminən vaxt aparacaq. Yox, əgər 220 volt şəbəkədən 3,5 kW-lıq enerji təminatı ilə şəbəkədən enerjiyə qoşursunuzsa, bu da təxminən 11 saat vaxt aparacaq. Yanacaq çəninin həcmi 70 litrdir və burada minimum 95 oktanlı benzindən istifadə olunmalıdır. Avtomobilin ümumi uzunluğu 5 metrdən artıqdır və bu ona imkan verir ki, 3-cü sıra oturacaqlar avtomobilə yerləşdirilsin. Və maraqlı məsələ, askı sistemi necədir? Müstəqil askıdan istifadə olunub öndə, arxada.
Amma daha maraqlısı odur ki, arxa hissədə yaylar əvəzinə resorlar və amortizatorlardır. Çox fikirləşirəm ki, bu resorları niyə istifadə olunub? Çünki resorlar biz görmüşük yük avtomobillərində, pikaplarda, hətta pikapların belə ən full versiyalarında resorları ləğv edib orada amortizator yay sistemlərindən istifadə edirlər. Bu sistemin əlbəttə ki, müstəqil askı ilə resorların dayanıqlığı mükəmməldir və Link & Co ümumiyyətlə bu məsələlərdə kifayət qədər həssasdır. Amma mənə elə gəlir ki, resor sisteminin istifadə olunması konstruktiv olaraq bəlkə də arxada 3-cü sıra oturacaqların yerləşməsində bir imkan yaradıb. Çünki başqa bir fərziyyəm yoxdur. Arxa oxdakı tək vərəqli resor kompozit materialdadır və öndə, arxada disk əyləş sistemi ventilyasiya olunandır. Arxa hissənin dizaynı çox yaraşıqlıdır. Link & Co yazısı burada eyni blokda birləşib və orada da işıqlar yanır. Belə ritmik işıqlarla arxa stopları görürsünüz. Kameralar həm burada, həm aşağı hissədə kamera var. Bagaj həcmi bu vəziyyətdə 264 litrdir. 3-cü sıra oturacaqlar açıq olduğu vaxtda onları qatlasaq daha böyük bagaj həcmi alınacaq. 3-cü sıra oturacaqları qaldırıb endirmək avtomatik rejimdədir. Belə özü avtomatik rahat enir. Hər ikisini endirək. Burada 12 volt 120 vaatlıq enerji yuvası var. İşıq, asılqan, asılqanın yük götürmə qabiliyyətində yazıblar. Maksimum 3 kilogram yük götürə bilər. Və burada görək nə var. Ciblərdir və avtomobil üçün qəza uçbucağını, açar dəstlərini belə yerləşdirə bilərsiniz. Link & Co 09 plug-in hibrid və EMP texnologiyası. Bu texnologiya xüsusi diqqət olunması bir texnologiyadır. İndi onun haqqında danışacağım. Amma əvvəlcə avtomobilin interyeri haqqında. Premium segmentdə olması hər elementdə bilinir. Yəni materiallar, yığım keyfiyyəti, qapıların açılıb örtülməsi, şüşələr. Bunlar hamısı premium segmentdədir. Sükan, bax bu dəri ilə üzlənmiş sükanın xüsusi dəridən olması da bilinir. Sürətlər qutusunun belə bir dəstəyi var və bu sürətlər qutusu 3 pilləli güc paylama mexanizmidir. Yəni buna DHT sürətlər qutusu deyilir. Və 3 pilləli planetar mexanizmdə 3 pilləli sürətlər qutusu həm daxilyanma mühərrikinin, həm də elektrik mühərriklərinin təkərlər arasında torqunu müəyyənləşdirir. Və bu hərəkət rejimlərinə görə dəyişir. Hərəkətin rejimlərini idarə edən tumbler buradadır. Start-stop düyməsi, əleyləci, audio sistemi idarə etmək üçün belə bir işlədici var. Sürücünün qarşısında alətlər paneli də 12,3 düymlüydür və oradakı informasiyalar oxunaqlıqdır. Əsas da orada hibrid sistemin işləməsi üçün piktogrammalarla göstərilib ki, daxilyanma mühərriki, elektrik mühərriklərinin vəziyyəti necədir, onlar enerjini ötürür-ötürmür, batareyalara enerji gedir. Yəni həmin sistemin funksiyonallığı burada qrafik olaraq əks olunur. Materialların vəziyyəti necədir? Bax, bura yumuşaqdır. Bu hissədə sərtdir, amma bu hissələr dəri ilə üzlənib. Bu hissənin materialı yenə yumuşaqdır. Bura yumuşaqdır. Burada teksturalı bir plastikdən istifadə olunublar. Yenə yumuşaq dəri ilə üzlənmə. Oturacaqlar, dərin oturacaqlar da perforasiyalıdır. Bunlar əlbəttə ki, hamısı yaxşıdır, amma Link & Co 09 modelinin vacib tərəfi onun interyerində istifadə olunan bahalı materiallar, interyerin ergonomikası deyil. Məncə onun əsas hibrid sisteminin texnologiyalarıdır. Xüsusən də EMP texnologiyasını Link & Co şirkəti çox önə çəkir. Bu sistem imkan verir ki, mühərriklər, yəni daxilyanma mühərriki, elektrik mühərrikləri burada paralel ardıcıl işləyə bilsin. Yəni hibrid sistemlər necədir? Onların bəzilərində daxilyanma mühərriki təkərlərə gücü ötürür və eyni zamanda elektrik mühərriklərdə işləyir. Amma bəzilərində daxilyanma mühərriki sırf generator funksiyasında işləyir. Link & Co 09 modelində bu iki sistemi birləşdiriblər və o necə işləyir onu çalışacağım ki, izah edeyim. Daha sonra nələr var? Wireless şarj üçün telefonu bura qoyanda avtomatik özü enerji yığacaq. Dirsək altında dərin bir bardaçok var. Burada da yenə 12 voltluq 120 wattlıq yuva var. Üstəlik Type A və C portları var. 15,4 düymlük nəhəng bir monitor və monitorun funksiyonallığı həddən artıq çoxdur. Başqa işlədicilər yoxdur və bütün funksiyonallığı bu monitordan tapmaq olar. Geolokasiyaya qədər Bluetooth qoşulması və s. Deməli, burada enerjiyə qədər birinci interfeysdə görmək mümkündür. Daha sonra
işıqlanma tənzimləməsidir, həm adaptiv faraların tənzimlənməsi, qapıların işıqlanması, salonda işıqlanmanın tənzimlənməsi, evə ötürmə funksiyası, işıqlar neçə saniyə yanılı qalsın. Sürücü köməkçiləri geniş bir menyudadır. Yəni, zolaqların tanınması, təhlükə haqqında xəbərdarlıq, toqquşma xəbərdarlığı, toqquşmanın qarşısının alınması, bütün bu sistemlər buradan tənzimlənir və xəbərdarlıqların fərqli səviyyələrdə ötürülməsi mümkündür. Sürücü yorularsa, onun xəbərdarlığı, sürücü dəstəyi sistemi, yəni bu sistemlər həddən artıq çoxdur və onlar haqqında sadalamaqdan çox idarə etmə zamanı hər bir sistemi yoxlamaq lazımdır. Enerji təminatı hamısı bu menyudadır. Hal-hazırda 718 kilometr ümumilikdə həm yanacaqda olan kən, həm də batareyalarda olan enerji vasitəsilə 717 kilometr məsafəni qət etmək olar. 41% enerji var batareyalarda, 40,1 kWh-lıq batareyaların 41%-i doludur və o 82 kilometr məsafəni sırf elektromobil kimi yanacaq işlətmədən hərəkət etməyə imkan verir. Enerjinin bərpası, yəni rekuperasiya sistemini də 4 səviyyədə seçmək mümkündür. Bu, avtomatik, aşağı, orta və yuxarı rejimlərdir. Yuxarı rejim şəhər daxilində mənə gəlir ki, biraz diskomfort yaradacaq. Çünki daha çox avtomobili tormozlayacaq. Yəni, onun rekuperativ enerjisinin geri qayıtma funksiyasını daha üst səviyyədə saxlayır. Enerjinin hansı səviyyədə olmasını planlamaq mümkündür. Bax, burada 100%, məsələn, bizim məqsədimiz batareyaların 100%-ə qədər dolu saxlamaqdır. Akkumulyator ümumilikdə 85, maksimal 85% həddə qədər dolur və onu 30%-dan aşağı düşməyə sistem imkan vermir. Bütün bunlardan sonra bizə daha vacib olan, bucaqları dəyişdirmək mümkündür. 2D-yə, 3D-yə kameraları, ümumi peyk görüntüsünü görmək olar. Bu formada kameranı fırlatmaq mümkündür. Bagaj qapısının açılma hündürlüyünü tənzimləmək olar və bütün bu sürücü köməkçiləri hər biri ayrı-ayrı səviyyədə tənzimlənə bilir. Məsələn, avtoparking zamanı verilən siqnalların həddini aşağıda, orta və yaxud da yuxarı həddə göstərmək olar. Avtomobilin hibrid rejimini müxtəlif variantlarda seçmək mümkündür. Burada 7 variant var, yəni hərəkət rejimlərinin 7 variantı var. Birinci yalnız elektrik rejiminin seçilməsidir və komfort rejimi adlanır. Bu zaman avtomobil özünü şəhər daxilində əsasən də arxa çəkimli avtomobil kimi aparır. Daha sonra yenə də yalnız EV rejimi, elektrik rejimi seçilir və bu rejimi seçilərkən avtomobilin hər iki mühərriki, elektrik mühərrikləri işləyir. İntellektual elektrik rejiminin seçilməsi, yəni bu həm də hibrid rejimdir. Bu zaman daxil yanma mühərrikinin qoşulması vəziyyətdən asılı olaraq dəyişir. Yenə də avtomobil özünü daha çox elektromobil kimi aparacaq, amma batareyaların enerjisindən asılı olaraq, sizin qaz pedalına reaksiyalarınızdan asılı olaraq daxili yanma mühərriki işə düşəcək. Sport rejiminin seçilməsi, bu zaman daxili yanma mühərriki özünü daha çox göstərir, amma əgər siz sport rejimində trekdə hərəkət edəcəksinizsə, sport rejimini seçin. Yox, əgər şəhər daxilində daha tez sürətlənmələri istəyirsinizsə, bir növ svetofordan daha tez tərpənmək istəyirsinizsə, onda üçüncü intellektual rejimi seçmək və ya da sırf ikinci elektrik rejiminin seçilməsi daha yaxşı olar. Çünki elektrik mühərrikləri bu zaman güclərini daha tez verir və elektrik mühərriklərinin yaxşı xüsusiyyəti ondan ibarətdir ki, onlar torqlarını, yəni maksimal güclərini ani anda verə bilirlər. Qar rejimi var, yolsuzluq rejimi var və personal bir rejim var ki, sürücü burada vəziyyətləri dəyişdirə bilər. Yəni, güc aqreqatını ekostandart və güclü vəziyyətini seçə bilər. Əyləc sisteminin standart sport seçilməsi, kondisionerin havasının standart ekonomik qənaətçil vəziyyəti seçilə bilər. Daha sonra səslərin tənzimlənməsində Bose sisteminin səs boğucu funksiyası var. Yəni, bu o deməkdir ki, audio sistemin dinamikləri salonda olan səsləri, küyləri əks fazalarda boğa bilir və bunun üçün o sistemi söndürmək də olar və 3 səviyyədə, aşağı, orta, yuxarı səviyyələrdə qoşmaq da mümkündür. Çox bahalı bir sistemdir. Ümumiyyətlə, premium avtomobillərdə istifadə olunan bir sistemdir. Səsin salon daxilində paylanması və s. və axır. Ümumiyyətlə, avtomobilin funksionallığı həddən artıq çoxdur və mənə elə gəlir ki, burada bir fiziki işlədicilər olsaydı, bəzi funksionallıqlara girişi sürücü daha tez edə bilərdi.
Masaj funksiyası var. Oturacağım fərqli istiqamətlərdə tənzimlənməsindən başqa, deməli, dairəvi bir tənzimləyici var ki, o həm masajı qoşur. İndi masaj funksiyasını tapaq. Və masajın özünün də 3 səviyyədə sərt idman sayağı, relaks masaj, belə növləri var. Bir də kürəyin altının qabarıqlığını dəyişdirmək olar. Masaj qoşulub, rahatdır. Salon 6 oturacaqlıdır. Ailə avtomobili 6 yerlidir və ikinci sıra oturacaq bir növ boş oturacağıdır. Burada belə bir stol da açıb düzəltmək olur. Planşetindən işlə və yaxud da nahar fasiləsi, amma burada o yoxdur. Oturacaqların idarə etmə pultu var. Deməli, bu hissədə 2 dənə düymə var. Dirsək altlarını belə tənzimləmək olar və bunun üçün də ayrıca dirsək altı mövcuddur. Oturacaqları bir-birlərinə yaxınlaşdırmaq olar. Daha rahat söhbət eləmək üçün və arxa sıra oturacaqlar özləri də, bunun açılma genişliyinə bir baxın. Bu hissələrdə, deməli, ümumiyyətlə həm ön, həm də ikinci sıra oturacaqların hər birində masaj funksiyası var. Oturacaqların isidilməsi, soyudulması funksiyası var. Bu hissədə ikinci sıra üçün klima sisteminin tənzimlənməsi yerləşir. Həm A, həm də C portları və üstəlik 220 voltluq dəyişən cərəyan 2,2 kilovatlıq. Bu bir növ məişət şəbəkəsidir. Yəni siz burada soyuducu, kondisioner, ütü, nə istəsəniz qoşub işlədə bilərsiniz. Oturacağı təkrardan uzaqlaşdırıram. Üçüncü sıra oturacaqlarda, əgər bu oturacaqlar maksimum arxaya çəkilibsə, çox az yer qalır. Amma uşaqlar orada rahat oturacaqlar. Uşaqlar üçün də orada, üçüncü sıra üçün də orada stəkan yerləri var. Belə bir pərdə. Arxa sıradakı sərnişinlər hər iki tərəfdəki pəncərəni açıb bağlaya bilir. Və bir toxunuşla pəncərələr açılır, tündləşdirilmiş şüşələrdən istifadə olunub. Və üstəlik bu tərəf, yəni sağ tərəf boş oturacağı olduğuna görə öndəki oturacağı irəli-geri hərəkət etdirə bilir. Onun üçün daha geniş ayaq məsafəsi açılır. Burada da cib var. Belə. Və ümumilikdə audio sisteminin 14 dinamikindən istifadə olunub ki, səs izolyasiyası yüksək səviyyədə olan bir interyerdə akustikanı daha da yaxşılaşdırır. Lynk & Co 09 plug-in hibrid. Özün yolda necə göstərir rejimlər necədir, onları idarə edərək, deməli, sürətlər qutusunun dəstəyi joystick tipindədir və hər dəfə 2 dəfə RD-yə keçirmək üçün onu çəkmək lazımdır. Çünki hər dəfənin birinci dəfəsi N rejiminə atır. Bu təhlükəsizlik baxımından yaxşıdır. Deməli, P rejimindədir, P düyməsi buradadır. N ikincidə artıq D-yə düşdü. Elektromobil kimi başlayır. O aydındır ki, asıldır batareyalarının səviyyəsindən və ümumiyyətlə bu avtomobilin rejimləri imkan verir ki, özünü ardıcıl paralel hibridlər kimi aparsın. Yəni, bu üstünlüydür. Hal-hazırda hərəkət rejimimizə baxaq. Rejim ancaq elektromobil kimidir və komfort rejimindədir. Sürətlənmə yaxşıdır. Aydın ki, elektrik mühərriklərinin sürətlənməsi, torqu qəfil ilk saniyələrdən verə bilməsi üstünlükdür. İndi həmən ikinci rejimi yoxlayım. Bu daha biraz mənə elə gəldi ki, daha fərq elədi. Amma yenə də elektrik rejimindədir. Üçüncü rejim hibrid rejimdir. Özünü daha çox elektromobil kimi aparacaq yenə. İntellektual, elektrik və hibrid. Daxiliyyə mühərriki işə düşdü. İşıq dönmə siqnalını döndərən kimi D rejimində avtomatik olaraq bizə kameranı, yanda avtobus keçdi yanımızdan, onları, xəttləri çox dəqiqliklə göstərir. Kameralar super işləyir və hərəkət sürəti artan kimi o görüntünü ekrandan yığışdırır. Çünki o manevr sürətləri üçün lazım olan görüntüdür. Detalları dəqiq işləyiblər, yəni təhlükəsizliklə ilə bağlı çox yaxşı özünü aparır avtomobil. İntellektual, elektrik və o hibrid sistemdə qrafik olaraq mənə göstərir ki, məsələn, hal-hazırda hər iki mühərrik işləyir. Elektrik mühərriklərindən gedir söhbət.
Amma daxili yanma mühərrikinə ehtiyac olmur. Daha çox qaz versəm, onda daxili yanma mühərriki işə düşəcək. Və yaxud da batareyalarda enerji bəs eləməsə, onda daxili yanma mühərriki işə düşəcək. Sport rejimində həmən daxili yanma mühərriki işə düşür. Yerindən götürməsində ciddi fərq var. Amma o fərqi yoxlamaq üçün indi mən elektrik rejimlə bir də onu test edəcəm. İntellektual elektrik. Mən sizə deyim ki, intellektual elektrik rejimində vəziyyət elədir ki, sırf elektriklə başlayırsan və elə davam edirsən, əgər çox ciddi batareya problemi yoxdursa və sportdan elə də fərqlənmir. Hətta sport rejim birinci o millisaniyələrdə mənə sanki biraz daha zəif gəldi, amma şəhər daxilində onu yoxlamaq düzü çətindir və qaydalara riayət eləmək lazımdır. Yox, yaxşıdır. Və ümumilikdə avtomobilin 0-100 sürətini yığması rəsmi rəqəmlərə görə 4,9 saniyədir. 6 yerli ailə avtomobili üçün bu rəqəmə bilmirəm nə qədər ehtiyac var. Amma imkanlar budur. Yəni kifayət qədər imkanlı avtomobildir. O demək deyil də, yalnız uşaqlar daşınır bu avtomobildə. Avtomobilin xüsusiyyəti ona imkan verir ki, həm sport rejimdə idarə eləyəsən, həm ailə üçün komfortlu hərəkət eləyəsən. O birisi rejimləri burada yoxlamağa onsuz da mənası yoxdur, çünki qar rejimidir. Zaten qar rejimində adətən transmissiyalar belə işləyir. Avtomobilin sürətlərin pilləsini ikinci pillədən başlayır. Amma bu 3 pilləli, hər pillə arasında məsafə kifayət qədər genişdir, diapazon genişdir. Çox maraqlı bir transmissiyadır və o transmissiyanın xüsusi versiyasıdır DHT Pro. Bu Pro daha üstündür. Həm avtomobilin yanacaq sərfiyyatı baxımından, ümumiyyətlə gücün paylanması baxımından 3 mühərrik var. 2 elektrik və 1 daxili yanma mühərriki, 4 silindirli, 2 litrlik daxili yanma mühərriki və 3 mühərriki sinxronlaşdırmaq, həm də hibrid sistemin, üstəlik o DHT Pro-nun payına düşür. Təhlükə haqqında xəbərdarlıqlardır bunlar. Proaktiv sistemlər işləyir, piyadanı görür, avtomobilləri görür. Burada ekranda ətrafda olan avtomobillərin vizualizasiyası gedir. Hərəkəti var, yoxdur, ona qədər göstərir. Məsələn, dayanmış avtomobili göstərir, hərəkət edən avtomobili göstərir və o avtomobillərə uyğun siqnallar verir. Təhlükə haqqında xəbərdarlıq edir. Təhlükə baş verərsə, ekstremal o qəzanın qarşısını almaq üçün tədbirlər görür. Hərəkətin növbəti rejimləri. Qar aydın məsələdir, yolsuzluq rejimi. Bu da çox maraqlı rejimdir. Məsələn, bu rejimə qoydum şəhər daxilində, düzdür, mənası yoxdur. Amma bu rejim belə bir rejimdir ki, qaz pedalı həmən ağırlaşır. Yəni, bu sürət üçün deyil. Bu aşağı sürətlər üçündür. Bir növ offroaderlərin o 4L rejimidir. Bir rejimdə personallaşdırma olar. Avtomobilin xarakteristikalarını, güc aqreqatının xarakteristikalarını, ekostandart gücünü, əyləc sisteminin, rekuperasiyanın vəziyyətini personallaşdırma olar. Bir də ki, kondisionerin işləməsi ilə bağlı komfort məsələlərini personallaşdırma, o qənaətçil işləsin, çünki onlar hər biri elektrik tələb edir, enerji tələb edir, o komfort sistemləri. Onu ekoda götürsün, yoxsa standartda. Elektromobillərdə biz nə görürük? Məsələn, elektromobillər qış rejimində batareyalara imkan vermirdi. Onlara batareyalar daha tez bitir. Çox isti havalarda kondisioner həmişə işləyirsə batareyalar daha tez bitir. Hibridlərin belə bir problemi yox. Head-up displeydə həm yol nişanlarını görür, hal-hazırda orada 60-da 60 nişanının yanından keçdik. Hərəkət sürətini göstərir. Yəni sürücü gözün yoldan ayırmadan hərəkət sürətli yol nişanının faktiki sürətini, yandakı avtomobilləri hətta göstərir, buradakı eyni olaraq. Və hərəkət sürətini hətta 2 yerdə göstərir. Onları yəqin ki, informasiyalar dəyişmiyorlar. Yol xəttlərini göstərir. Yol xəttlərini göstərir. Gözəl. Mükəmməl işləyir. Head-up display burada da aydındır ki, işığını ora salır. Burada rekuperasiya ilə bağlı vəziyyətə də baxaq. Rekuperasiya
yüksəkdir. Və rekuperasiyanın yüksək seçilməsinə baxmayaraq, bu diskomfort yaratmadı mənə. Çünki bəzi hibridlərdə mən onu açıq-aşkar hiss edirəm ki, rekuperasiya yüksək seçiləndə avtomobil biraz ağırlaşır. Necə ağırlaşır? Yəni qaz pedalını buraxan kimi maşının sürəti azalır. Bunda o var, təbii var, amma o hissiyat diskomfort yaratmadı. Aşağı rekuperasiya götürək. Yəni, qaz pedalını buraxanda avtomobil elə öz axını ilə gedir. Yəni, tormozlanma baş vermir. Avtomatik götürək. Avtomatiki bu şəhər rejimində fərqləndirmək çətindir, amma daha çox komforta uyğundur. Bir də yanacaq sərfiyyatı. Deməli, rəsmi rəqəmlərə görə, WLTC-yə görə avtomobilin enerji sərfiyyatı, çünki 160 km məsafəni heç bir yanacaq işlətmədən yalnız dolu batareyaların hesabına gedə bilir. 100 km məsafəyə enerji sərfi 21,8 kWh-dır. Bu yaxşı göstəricidir, çünki çəksi 2 ton yarıma yaxınlaşan bir avtomobil, elə sərnişinlərdə də olsa biraz çox olacaq, tam yüklənsə, bagaj da olsa, bu yaxşı rəqəmdir. Hibrid rejimdə və yenə də batareyaların dolu vəziyyəti, amma sırf elektrikdən danışılmır. Cəmi 1 litr yanacaq sərfiyyatı möhtəşəm rəqəmdir. Amma batareyaları kənardan doldurmuruq, şarj eləmirik. Avtomobil sırf adi hibridlər kimi işləyirsə, təxminən 4,5 litr yanacaq sərf olunur. Sükanın üzərində belə bir sükan işarəsi də var. O pilot funksiyasıdır. Və o pilot funksiyasını özü idarə edir. Mən idarə eləmirəm. Yol xəttini görür indi. Yanındakı avtomobillər də görür. Mən sükana müdaxilə eləmirəm. Orada biraz əyirliyi var. Amma yol ayrıcı deyənə təhlükəlidir. Bu, yol ayrıcılarında effektiv olmayan bir sistemdir. Axşam vaxtına aid olan məsələləri test edə bilmirik, amma əminəm ki, işıq sistemi mükəmməldir, matrix LED işıqlardır, 84 pikseldən ibarət və bu işıq sistemi həm adaptivdir, həm avtomatikdir, həm sürücü üçün, həm də başqaları üçün, yol hərəkətinin digər iştirakçıları üçün komfortludur, təhlükəsizdir. Ondan əminəm və bu sistemlər bahadır. Park yerinə keçəndə R rejimdə güzgülər həm fırlanır, aşağını göstərir, həm də kamerada vizuallaşma elədi ki, bütün təkərlərin istiqamətini göstərir. Bu çox yaxşıdır, rahatdır. Bax, belə. Lynk & Co 09 plug-in hibrid bu kiçik testi özünü ancaq yaxşı tərəflərdən göstərdi. Daha böyük test drive'larda onun bütün xüsusiyyətlərini əlbəttə yoxlamaq olar. Gecə, gündüz fərqli yol şəraitləri. Bunun üçünsə təbii ki, imkanımız yoxdur. Siz də bu avtomobili test etmək üçün Əhməd Rəcəbli 40B ünvanına yaxınlaşa bilərsiniz.